bilsin. Sonra öyrənmək üçün aydın standartlar müəyyənləşdirilirsə, standartlar Allah'a şükür var, dövlət tərəfindən təlim məqsədlərində siz müəyyən edirsiniz və ona uyğun da qurursunuzsa. Əgər mən bugün dərsində demək, ağciyərlərdən danışıramsa, mən gedib qaraciyəri qiymətləndirməyəcəm ki, qaraciyəri bilib-bilmədiyim, düzdürmü? Ona görə də burada standartı düzgün müəyyənləşdirib, təlim məqsədinizi düzgün qoymusunuzsa, qiymətləndirməniz də onun əsasında düzgün olacaq. Şagirdin inkişafı davamlı şəkildə aparılırsa, yəni formativ olaraq izlənilirsə, yox, 3 gündə, 5 gündə, bir dəfə, filan ki, sənin jurnalda qiymətin yoxdur, ənənəvi Sovetin devrində olduğu kimi, gəl sən dərsin danış məsələsi deyilsə, bu nədir? Yanlış yanaşmadır. Sonra şagirdin ehtiyaclarını qarşılamaq naminə təlimi tənzimləyirsə. Demək, əgər şagirdin ehtiyaclarını qarşılayırsınızsa, dediyim kimi, bax, mənim ehtiyacım var idi ki, o gələn komissiya mənə istiqamət versin, gələn dərs mən dərsimi düzgün qurum. O onu elə edibsə, demək, mənim ehtiyaclarımı qarşılamaq naminə tənzimlədi mənim təlimim. Uşaq da sizdən onu gözləyir. Sizin onlara verdiyiniz əks əlaqə, sizin onlara yanaşmanız, apardığınız qiymətləndirmə, sonra qiymətləndirmənin nəticələrini onların nəzərinə sərt şəkildə deyil, yumuşaqcasına, istiqamət verircəsinə. Sən bunu səhv etmirsən, de görüm, niyə səhv etmirsən, yox da. Gəlin birlikdə bir də baxaq, narahat olma, ola bilsin, ardasa anlaşılmazlıq olub, hərdən məndə də olur. Qoy uşaq görsün ki, mən də yanıla bilərəm. Mən müəllim olsam belə, mən də yanıla bilərəm, biraz dürəklənsin. Aydındırmı? Dostcasına. Qiymətləndirmə nədir? Müasir ədəbiyyatda qiymətləndirmə şagird nailiyyəti barədə informasiya toplamaq kimi tərif edilir. Və biz də yenə də vurğulayım ki, bu informasiyanı nə üçün toplayırıq? Baxaq görək şagirdin düşüb qaldığı yer haradır? Biz oradan dəstək verib, oradan yola çıxa bilək. Qiymətləndirmə nəyə şərait yaradır? Zaten bu haqda artıq biz yuxarıda da vurğuladıq, təkrar bir üzərinə keçək. Müəllimin öz fəaliyyətinin effektivliyini təhlil etməsinə. Yəni, mən əgər qiymətləndirmə aparmasam, tək qiymətləndirmə şagirdin əslində qiymətləndirməsi deyil, ki, mən baxım görüm, şagird necə mənimsib, tək bundan ibarət deyil. Həmçinin, qiymətləndirmə imkan verir ki, müəllim öz fəaliyyətini izləsin. Əgər mən qiymətləndirmə aparmışam və şagird nəticələri verdiyim tapşırıqlara görə 25 nəfərlik qrupda artıq 8 nəfərin nəticəsi mənfi göstərilirsə, o uşağın səhvi deyil, heç vaxt ola bilməz. Demək, burada artıq mənim səhvlərim var. Bir nəfər başa düşüləndi, 2 nəfər, maksimum 3 nəfər, artıq 4-ə 5-ə qalxırsa, səhvi biraz da özümdə axtaracam. Necə oldu ki, mən düzgün işimi qurmadım, fikrimi düzgün çatdıra bilməmişəm, dərsi düzgün istiqamət verə bilməmişəm ki, gəlib bu qədər mənfi nəticə olub. Aydındırmı? Ona görə də bu sinif pis oxuyandır, yaxşı uşaq yoxdur deyə bir şey yoxdur. Gördünüz, bax, gördüyünüz o səhnədə bayaqlar uşaqların bəlkə də başqa dərsdə, başqa fəndə, başqa mövzularda dərs deyən müəllimlərin bəziləri o sinifə deyir ki, bu sinifdən pis sinif yoxdur. Bu sinifdən şuluq, bu sinifdən dərs oxumayan sinif yoxdur. Gördünüz, biologiya fən müəllimidir, həmçinin sinif rəhbəridir həmin sinifin Aynurə müəllimi. Necə sevə-sevə o rol apardılar, necə sevə-sevə onu müəyyən etdilər. İndi o biologiyadan heç biri aşağı nəticəsi yoxdur uşaqların. Gəlin hamımız Aynurə müəllim olaq da, düzdürmü? Demək, biz işimizi düzgün qurmamıza da qiymətləndirmə yol göstərir, istiqamət verir. Sanki bizə bir siqnal verir ki, müəllimə, özünü toparla, bax gör səhvin hardadır. Bütün günahları şagirddə görmə. Nəticələrin çox mənfidirsə, sinifin az qala yarısında pis nəticə varsa, bu sənin nəticəndir, yəni müəllimin. Ona görə də qeyd olunur ki, gələcək fəaliyyətini, müəllimin özünün gələcək fəaliyyətini planlaşmaq, şagirdlərin inkişafını və təlim nailiyyətlərini izləməsinə, şagirdin qarşıya qoyulmuş təlim nəticələrinə nə qədər çatdığını müəyyənləşdirməyə və öz fəaliyyətini planlaşdırmağa şərait yaradır. Demək, indi baxaq qiymətləndirmə məsələsinə. Qiymətləndirmə təkcə şagirdə qiymət yazmaq üçün deyil, bütün sinifin inkişafını izləmək və lazım gəldikdə təlim proqramına dəyişik etmə ehtiyacını da üzə çıxarmağa kömək edir. Az öncə dediyimiz kimi. Mən baxıram ki, keçən mövzuda sinifdə nəticələr çox əla idi, daxili orqanları keçəndə. İndi gəlmişik, ümumi şəkildə keçəndə əla idi, gəlmişik böyrəyə keçirik, tutan ki, nə bilim, nəfəs orqanlarını keçirik, gəlib burada uşaqlar ilişib, 10 nəfər doğru cavab. Demək, mən nə etməliyəm?
mən həmin mövzunun üzərinə necəsə bir də qayıtmalıyam. Tapşırıqlarda bunu biraz da dərinə gedib, bunu müzakirəsinə gətirib çıxarmalıyam ki, o geri qaldığımız məzmun tam mənimsənilsin. Ona görə də mən, ola bilər ki, hər hansısa tez mənimsənilən bir mövzu varsa, deyək ki, misal üçün deyirəm, ümumi mövzu olaraq daxili orqanlara əgər 2 saat verilibdir, amma ağciyərə 1 saat, böyrəyə 1 saat, ürəyə 1 saat ayrı-ayrılıqda. Və mən o zaman nə edirəm? O ümumini bilirəm ki, rahat tez mənimsəyirlər, zaten onu tək-tək də keçəcəm. Onun 2 saatını azaldıram, oradan 1 saat götürürəm. Ən çətin mənimsənilən tutalma ağciyəridir, qoydum o dərsin üstünə. Yəni bunu etməyə sizin ixtiyarınız, hüququnuz, haqqınız var. Əsas dərs saatlarına toxunmadan ümumi, misal üçün illik 96 saat dərsiniz varsa, 97-yə qaldırmırsınız ha bunu. Birindən götürüb o birisinin üstə qoyursunuz. Elə bu cibinizdən o cibinizə qoyursunuz. Aydındırmı? Yəni bu şəkildə. O baxımdan da qiymətləndirmə həmçinin sizin gələcək nailiyyətiniz, şagirdlərinizin təlim nəticəsinə çatması üçün sizə yol göstərir, istiqamət verir, bəri başdan bir, belə deyək, qonq çalır, siqnal verir ki, yəni artıq burada ləngimə, geriləmə var. Sonra digər bir məsələ, təhsil ictimaiyyəti cəmiyyətə düzgün qiymətləndirmənin şagirdin inkişafındakı əhəmiyyətini anlatmalı və bu işin lazımca həyata keçməsinə dəstək verməlidir. Hələ çox təəssüflər olsun ki, nə bunun üçün bir çaba göstərən var, nə bizim tək-tək ziyalılar var ki, ictimaiyyətlə öz, belə deyək, canının, öz cibinin hesabına nələrsə edir, hər hansısa bir seminarlar, təlimlər keçir, maarifləndirmə işləri görür. Yəni bu kütləvi hal almayıb. Düzdür, mən keçirdirəm ara sıra, amma mənim də o qədər gücüm yoxdur da, mənim də digər işlərim var. Zamanımı tam bütün gün ona ayıra bilmirəm. Yenə də, yəni, nə qədər mənim kimisi var bilmirəm. Mən belə düşünürəm ki, azını edirəm. Çox azını edirəm, amma yəni, gücüm çatanı budur. Çünki mənim də digər problemlərim var. Mən də evim üçün, ailəm üçün deyək ki, müəyyən ehtiyaclarımı ödəmək üçün işləməyə məcburam. Yəni, pulsuz işləmək üçün də heç kəs mənə heç nə vermir. Amma bunu biz ümumi bir, ictimai bir fəaliyyətə çevirsək, hər müəllim biraz bu sahədə bir, o qədər sosial şəbəkələr var ki, bir də görsən lazımsız bir şeylər yayınlayırlar. Çıxıb hər öz sahəsi ilə bağlı, nəm digər məsələlərlə bağlı məlumatlar versə daha yaxşı olar. Demək, qiymətləndirmənin 3 istiqaməti var və 3 növü var. İstiqamət dediyimiz nədir? Milli, beynəlxalq, yekun qiymətlər. Bunlar istiqamətdir, yəni yollar. Milli qiymətləndirmə, ölkə daxilində keçən qiymətləndirmələrdən gedir söhbət. Beynəlxalq adından göründüyü kimi beynəlxalq qiymətləndirmə, yekun qiymətləndirmə isə bu artıq, belə deyək də, bu da beynəlxalq qiymətləndirmələr var bunun məzmununda. Amma bu müəyyən səviyyələri, mərhələləri özündə birləşdirir və hər bir beynəlxalq qurumun fərqli yanaşması var, indi biz onlardan da danışacağıq. Sonra qiymətləndirmənin növünə gəldikdə isə, demək, məktəb daxili qiymətləndirmə mövcuddur və o da özlüyündə diaqnostik, formativ və summativə bölünür ki, summativ də özlüyündə kiçik və böyük qiymətləndirmə, böyük summativlərə bölünür. Qiymətləndirmə haqqında ümumi məlumata gəldikdə, bununla bağlı dövlət sənədi işlənib hazırlanır. Burada qiymətləndirmə ilə bağlı davamlı, necə ki, digər dövlət sənədlərində dəyişikliklər aparılır. O şəkildə maddələrdə, alt maddələrdə dəyişikliklər aparılır və bu öz əksini həmin sənəddə, demək, qanun .az səhifəsində öz əksini tapır. Orada bütün dəyişikliklər, nəyə istinad olaraq dəyişir, hamısı yazılır. Sonra, şagird nailiyyətlərinin qiymətləndirməsi hansı fəaliyyətləri əhatə edir? Şagirdlərin təhsilə münasibəti. Çünki biz qiymətləndirmə nəticəsində bilirik onların münasibətini. Mövcud təlim göstəricilər, hazırda vəziyyəti necədir? Monitorinqlər bunu müşahidə etməyə imkan verir. Aralıq keçirilən qiymətləndirmələr, məktəbin daxilində keçirilən qiymətləndirmələr, beynəlxalq qiymətləndirmələr və s. Eyni zamanda baxın, həmçinin müəllimlərin hazırlıq səviyyəsini. Bəzən deyirlər, müəllimlər az qala şagirdlərin canını oxuyur ki, bu gün sabah monitoring gələcək, bu gün sabah beynəlxalq qiymətləndirmə gələcək, onda görəcəm sizi, ya onda görəcəm necə nəticə yığırsınız. Daha fikirləşmirlər ki, tək onlar yoxlanmır, bizlər də yoxlanırıq burada. Aydındırmı? Müəllimlərin hazırlıq səviyyəsi də yoxlanılır. Əgər nəticə çox zəifdirsə, heç vaxt o sinifin üzərinə atılmayacaq, o bizim üzərimizə atılacaq.
təhsil standartları və kurikulum məqsədə uyğunluğu, yəni ola bilər ki, kurikulumlar və təhsil standartları o qədər ağır ola bilər ki, mənimsəmədə çətinlik olsun. O zaman, yəni o beynəlxalq qiymətləndirmələr bunu çox gözəl şəkildə təhlil edir. Eyni zamanda da artıq Azərbaycanda da müəyyən bununla bağlı işlər görülür və onlar da yaxşı təhlillər aparırlar artıq qiymətləndirmə şöbəsi. Onlar belə təhlil edəndə bilirlər ki, burada dərsliklərdə dimi problem müəllimdədimi, sinifin səviyyəsindədimi, məzmunun ağırlığındadımı, standartın mı tələbi ağırdır və o zaman digər dövlət sənədlərində dəyişiklik etmək üçün qərarlar hazırlanır, yəni təkliflər verilir. Tədris resursları ilə təminat, idarə etmənin səmərəliliyi barədə məlumatların toplanıb, təhlil edilərək dəyərləndirməsi baxır, hətta idarə etmə. Ola bilsin ki, müəllim yaxşıdır, şagird yaxşıdır, dərslik yaxşıdır və s. idarə etmə zəifdir. Ona görə də başdan sovdu yanaşır, müəllim öz dərsinə, şagird öz sinifinə və s. Aydındır mı? Bunun da nəticəsində ola bilər. Və bu da nəyin nəticəsində ortaya çıxır? Aparılan təhlillərin, qiymətləndirmələrin. Demək olar ki, oxşar fikirlərdir, maddələrin hamısını sizin üçün oxumaq istəmirəm, vaxtını salmaq istəmirəm. Attestasiya məsələsinə gəldikdə, məktəbin qiymətləndirməsindən gedir söhbət, o da attestasiya adlanır, məktəb daxili qiymətləndirmə. Diaqnostik, formativ və summativ qiymətləndirmələr keçirilir bununla bağlı. İndi onları da tək-tək danışacaq, biz onların haqqında məlumat verəcəm. Demək, qiymətləndirmə prinsiplərinə gələk. Qiymətləndirmənin əslində prinsipləri həddindən çoxdur. Amma ümumi təhsil məktəbləri üçün daha çox nəzərə alınan, ümumiyyətlə məktəblər üçün şagird nailiyyətinin qiymətləndirməsi üçün əsas 2 prinsip əldə rəhbər tutur. Bundan öncə biz 6, 9, 8, 7, nə bilim, bir neçə prinsip sənədin içərisində nə qədər prinsip var, hamısını qoyduq ortaya və hamısını öyrəndirdik və öyrənirdik. İndi isə əsas ikisinin üzərində qalınır. Əslində bu yaxşı bir haldır. Ən vacib, lazım olanlar. Hamısı lazımdır, amma əsas bunları müəllim anlamalıdır ki, söhbət nədən gedir. Demək, sənədin adı da burada qeyd olunub. Azərbaycan Respublikasının ümumi təhsilin dövlət standartları sənədində qiymətləndirmənin şəffaflığı ilə bağlı və qiymətləndirmənin həyata keçirilməsində aşağıdakı prinsiplərdən istifadə edilir. Yəni, misal üçün, bəzən deyirik, mən prinsipial insanam, qarşıma prinsip olaraq bu işi sona çatdırmağı qoymuşam. Nə bilim, bu prinsiplə gedirəm, həyatım bu prinsipin üzərindədir və s. Qiymətləndirmənin də özünün prinsipləri var. Uyğunluq, validlik, yəni bu bir istiqamətdə, uyğunluq başqa, validlik başqa deyil. Yəni elə uyğunluq və yaxud validlik. Və etibarlılıq. Demək, uyğunluq nədir? Zaten adından bəllidir. Uyğunluq dedikdə nəzərdə tutulan odur ki, hazırlamış tapşırıqlar həqiqətən nəzərdə tutulanı ölçürmü? Bayaq dediyim kimi. Mən ağciyərləri keçmişəm, amma testin tapşırıqlarında qaraciyərdə yazmışam, böyrəkdə yazmışam. Mən ağciyəri yoxlamalıyam, ağciyər haqqında biliklər, bacarıqların nə qədər möhkəmlənməsini. Bax, burada nə var? Uyğunsuzluq. Yəni, burada hansı prinsip pozulub, qiymətləndirməli, sizə testlərdə də bu şəkildə düşəcək. Əgər bu tip situasiya verirsə, burada uyğunluq prinsipi pozulub. Niyə? Çünki məzmunla, keçilən məzmunla test fərqlidir. Heç bir uyğunluq yoxdur. Sonra, başqa sözlə desək, qiymətləndirmə əvvəlcədən planlaşdırılan bilik və bacarıq üzrə olan sahələri ölçməlidir. Şagirddə nəzərdə tutulan bilik və bacarıqları formalaşdırıb, nəzərdə tutulmayan bilik və bacarıqları ölçmək olmaz. Gördünüzmü? Deyir, nəzərdə tutulan bilik və bacarıqları formalaşdırıb, nəzərdə tutmuşdum ki, ağciyərlər, bununla bağlı formalaşdırmışam. Nəzərdə tutulmayan bilik və bacarıq ölçürəm, böyrəklərdən danışıram testin içində. Bu prinsiplə aparılan qiymətləndirmə şagirdin təlim nəticələrindən hansına nə dərəcədə çatdığını da asan şəkildə göstərə bilir. Burada da misal veribdir. Təsəvvür edin ki, ingilis dili fənn müəllimi bölmə ərzində indiki qeyri-müəyyən zamanın təsdiq formasına və 40-a yaxın yeni söz keçib. Bölmənin sonunda da keşəqə keçirəcək. Müşahidələr göstərir ki, bir çox hallarda müəllimlərin dərs zamanı şagird nailiyyətlərini qiymətləndirən zaman istifadə etdiyi meyarlar tədris olunan məzmunla uyğunluq təşkil etmir. Yəni, validlik prinsipini pozur. Məsələn, biologiya dərsində məqsəd, baxın, məqsəd, xaç-çiçəklər və gül-çiçəklərin fərqləndirilməsi olduğu halda müəllim şagirdlərin nailiyyətlərini tərtibat, əməkdaşlıq, bayaq dediyim kimi həvəsləndirici qiymətləndirir. Vaxtdan düzgün istifadə, kimi meyarlarla ölçür.
yaxşı ölçdün. Bunlar düzgün tərtib edib, çox gözəl şəkillər çəkib, sxemini gözəl yaradıb, əməkdaşlıqları çox mükəmməl idi qrupda və vaxtdan düzgün istifadə etdilər. 10 dəqiqə qruplara tapşırıq vermişdim, bu qrup əla qazandı. Mən axı bunu yoxlamırdım. Mən nəyi yoxlayırdım? Məqsədim mənim xat çiçəklər və gül çiçəklərin fərqləndirilməsi idi. Mən elə bir məzmun, elə bir vərəq, elə bir tapşırıq tərtib etməli idim ki, uşaqlar o tapşırıqlar, vərəqləri mənə geri dönüşdə mən baxıb görərdim ki, mən məqsədimə çatmışam, yoxsa yox. Etibarlıq nədir? Qiymətləndirmə nəticələrindəki davamlıq nəzərdə tutulur. Bax, TDK da bu etibarlıq və bu validelik əsasında işləyir. Onlar da testləri bu əsasda qurulur. Eyni zamanda da eləməkdə də sertifikasiyada da. Bu mütləq nəzərə alınır. Etibarlıq nədir? Əgər nəticələr davamlı olaraq eyni göstəricilərə və yaxud yaxın göstəricilərə uyğundursa, demək o testlər, o tapşırıqlar etibarlıdır. Yox, nəticələrdə birdən-birə sürətli qalxma və enmə varsa, burada artıq etibarlıq prinsipi tamamilə pozulub. Demək, burada nə isə yanlış gedir. Məsələn, burada nümunəyə baxaq. Şagird noyabr ayında etdiyi qiymətləndirmə tapşırığından 80% nəticə toplayıb. Fevral ayında eyni qiymətləndirmə tapşırığını təkrar etdikdə nəticə 80-ə yaxın olmalıdır. 80-ə yaxındırsa və yaxud 81, 82, 83-dürsə, 80-ə az yaxın, 80-dən az çoxdursa, misal üçün, burada etibarlıdır. Eyni, baxın, qiymətləndirmə tapşırığına fevral ayında eyni qiymətləndirmə, yəni təkrar verməyib, elə burada da birinci sual deyil, Azərbaycan paytaxtı Bakı, orada da birinci sual, belə deyil. Burada Azərbaycan paytaxtı Bakını soruşursa, orada artıq Naxçıvanın arada yerləşdiyini soruşur, məsələn. Yaxın da mövzular. Tutalım, sizdə hər ikisində insana deyək ki, daxili orqanları ilə bağlı test tapşırığı vermişsiniz və yaxud da ağciyərlərlə bağlı. Birində ağciyərlərlə bağlı verdiyiniz sualı, o birisində fərqli şəkildə qoyursunuz, fərqli suallar, heç yazmadığınız sualı verirsiniz, amma yenə ağciyər haqqında danışırsınız. O baxımdan eyni qiymətləndirmə tapşırığıdır. Kəskin fərq müşahidə edilərsə, məsələn, şagird 60% nəticə göstərirsə, birdən-birə bu qədər enmə bu şagirdin səhvi deyil. Demək, burada nə isə düzgün getməyib. Ya müəllim orada testin tərtibatında mı yanlışa yol verir? Necəsə səhv var burada. Bu tək şagirdə məxsus deyil ki, birdən-birə, axı bu yazı uşaq bunu yanvarda yazmışdı 80%. Çox fərq eləsin 2-3 bal. Birdən-birə 20 bal, bu artıq nədir? Həmin testin etibarsız olduğunu göstərir. Etibarlığın başqa göstəricisi isə eyni mövzular üzrə, lakin fərqli tapşırıqlar, az öncə dediyim kimi, verildiyində şagirdin nəticəsindəki eynilik nəzərdə tutulur. Məsələn, KSQ zamanı bölmə ərzində keçirilmiş mövzulardan qiymətləndirmə tapşırığı edərkən 80% nəticə göstərmişdi. Bu zaman şagird həmin bölmə ərzində keçirilmiş mövzulardan, lakin əvvəlkindən fərqli qiymətləndirmə tapşırığı etdikdə nəticəsinin 80 ətrafında olması etibarlı olduğunu, əks halda da dediyimiz kimi etibarsızlığını göstərir. Yəni, test tapşırığı o zaman həmin qiymətləndirmə etibarsız sayılır. Demək, dedik neçə prinsipi var qiymətləndirmə, bu sizə düşəcək testlərdə. Neçə prinsip oldu? 2 prinsipi. 2 prinsipi. Hansılar? Uyğunluq, bir də etibar. Ay, son. Həmçinin uyğunluğu necə adlandırırıq? Bəzən testdə fərqli çıxsa çaşmayaq. Bəli, validlik. Uyğunluq nə zaman baş verir? Yəni, uşaq test yazarkən, məsəl üçün, uyğun cavablar verib də, faizlər, faiz göstəriciləri yaxındır. Yox, o etibarlılıqdır. O etibar edirəm mən o testdə, o düzdür. Etibarlıqdır. Biz testləri hazırlayarkən, uyğunluq isə, nə dərs keçmişiksə, ona uyğun testlər hazırlamalıyıq. Bəli. Mən nə keçmişəm, onu tələb edirəm. Aydındır mı? Keçmədiyim bir mövzunu, əgər mən testinə hazırlıq vermişəmsə, o uyğunluq yoxdur orada. Demək, uyğunsuzdur da, adından bəllidir zaten. Keçdiyim mövzu ilə verdiyim tapşırıq bir-birinə uyğun deyil. Uyğunsuzluq. Demək, belə olduğu halda testlərdə bəzən çıxacaq qarşınıza ki, mənim sinifə tapşırıq verdi, nə bilim, filan tapşırığı verdikdə, keçdiyim mövzu bölmə üzrə filan mövzuydu, sürünənləri keçmişdi, tapşırıqlarda isə gül çiçəklər fəsləsindən suallar var idi. Burada qiymətləndirmənin hansı prinsipi pozulur? Hansı prinsip pozuldu? Hansı pozuldu?
Bilmədiniz? Uyğunluq pozuldu. Bəli, uyğunluq pozuldu. Və belə də ola bilər. Deyə bilər ki, müəllim sürünənlər sinfinin mövzusunu keçmişdi. Bununla bağlı qiymətləndirmə keçirərkən sürünənlər sinfinə aid olan bütün bölmələrdən tapşırıqlara suallar salmışdı. Burada hansı prinsip gözlənildi? Uyğunluq. Yenə də uyğunluq gözlənildi. Bayaqkında uyğunluq pozulmuşdu, burada da uyğunluq gözlənilibdi. Aydındır. Nəticələr arasında fərq məsələsini gördükcə də orada da faizlərlə, rəqəmlərlə ifadə olunur testlərdə. Artıq birisi ki, burada etibarlı deyil. Misal üçün, belə deyək də, bax, bunu belə də yadda saxlaya bilərsiniz. Tutan ki, bir soyuducu almaq istəyirsiniz, eləmi? Gedirsiniz, baxırsınız, kontakt Home-da 2000 manatdır. Getdiniz, baxdınız, İrşad Telekomda 1400 manatdır. Getdiniz, baxdınız, Sədərəkdə 1100 manatdır. Biraz bu belə, yəni həddindən çox birdən-birə 900 manat fərq görürük də, düzdürmü? 900 manat, 600 manat, misal üçün. Ya burada nəsə düzgün deyil, ya burada gəlir o Azərbaycanda mı yığılır, ya detallar necəsə düzgün detallar deyil və yaxud gedib orada hardasa müştəri əlindən qayıdan məhsullar ola bilər ki, müştəriyə gedib təzədən təkrar qayıdıbdır və servisə girib çıxdığına görə ucuzdur. Məsələn, bu yaxından mən bir mətbəx sobası almaq istədim və internetdə də gördüm, bəyəndim, getdim, baxdım, baxıram internetdə də filan qiymətə, getdim mağazaya, mağazada həmin mal, amma 2 dənə qiymət. Birinə yazıb 165 manat, birinə yazıb 280 manat. Satıcını çağırdım, fərq nədir? Çox böyükdür də, fərq düzdür, 165 ara, 280 ara, 100 manatdan daha böyük bir fərq var. Dedi, bəs bunlar müştərilər tərəfindən qaytarılıbdır və servisə gedib təzdən gəldiyinə görə, yəni sağ olsunlar ki, yəni onu deyirlər və ayırıb bir kənara qoyurlar. Əslində demirlər, o uşaq mənə dedi və digəri gələndə tez yazıq səsini kəsdi, mən də yavaşca sağ ol dedim, çıxdım ki, yazıq işdən çıxarmasınlar. Yəni, baxın, burada artıq sizcə mən o peçə, eyni peçdir, 280 manata da 165-ə də. Etibar edib ala bilərəm, elə 165 deyin, etibar edim alıb sizcə? 100 neçə manat fərqlə. Siz alarsınız, etibar edib. Gördünüz, burada artıq fərq nə qədər böyüksə mən etibar etmədim. Bax, budur qiymətləndirmədə də etibarlıq prinsipinin pozulması. Mən ona necə etibar edim? Və yaxud da filan şagird, sinifdəki şagirdlər keçən dəfə mən keçirmişdim bu testi filan qədər yazmışdı. İndi bilmirəm nə oldu bunlara birdən-birə 20-30% nəticə aşağı oldu, başa düşənmədim. Yəqin həyəcanlar var, yəqin qorxublar. İnsan bildiyini yazanda heç vaxt qorxmur. Bildiyimiz bizi nə üçün qorxutmalıdır? Heç vaxt mən bildiyimi, yəni qorxmuram. Ümumiyyətlə heç digərinə, bilmədiyimdən də qorxmuram, amma bilmədiyimə də risk edirəm. Çünki bilirəm ki, orada səhv edəcəm və o səhvlərim məni məcbur edib öyrədəcək. Mən riski sevirəm. Bilmədiyim hissələrdə də riskə gedirəm. Saçın olub ki, bəzi beynəlxalq imtahanlara girmişəm, müəyyən qədər informasiyam olub, müəyyən qədər də xeyli məbləğdə də pul keçirmişəm. Misal üçün, deyiblər hazırlaş, biraz bax, dedim yox, biraz informasiyam var, bir gedim sistemi öyrənim, heç nə olmaz. Qoy bu pulun batsın, növbətidə bir də girəcəm o imtihana, amma bir baxım. Bir sistemlə tanış olum, onu gözümlə görüm, gedim bir oturum o kompüterin arxasında bir işləyim. Görüm orada mənə nə gözləyir, bəlkə mən qeyib burada yanlış istiqamətdə hazırlaşıram. Getmişəm, o qədər olub ki, elə. Getmişəm az nəticə və yaxud da kəsim olub, gəlmişəm, artıq mən orada getdim, risk elədim və gördüm axır nəticəmi. Sonra gəlib hazırlaşmışam. Yəni, qiymətləndirmədə də bu məsələlər nəzərə alınır. Aydındırmı? Və buradan ki, sxemlərə baxaq. Bu sxemlər də əslində Milli Sertifikasiyanın test bazasında var, eyni gördünüz bu nöqtələrdən olan şəkillər. Amma müəllimə, nəticə yaxşı olmayanlar da motivasiyası düşür da. Yox, məndə heç vaxt düşmür. Çünki mən həmişə nə düşünürəm? Biz səhvlərimizdən dərs alırıq. Səhvlər bizi uğura aparır. Mən lap uşaqlıqdan həmişə hardasa səhvlə qarşılaşanda bəzən adamlar var ki, əl qolunu yanına salıyır, motivasiyadan düşür. Amma mən onda lap əsəbləşirdim, gərginləşirdim, ağlayırdım, təpiyimi də yerə vururdum ki, yox, mən onu əldə etməliyəm.
Mən bu işin ardınca getməliyəm. Mən bunu əldə etməliyəm. İndi də, yəni o prinsipiallıq var. Və düşünürəm, bu yaxşı bir şey. Həvəsdən düşmək lazım deyil, irəli getmək lazım. Səhvlərimiz bizi daha diqqətli olmağa və nəticə çıxarmağa öyrədir. Mən əgər bir yolu gedirəm, yıxılıramsa, bir də o yolu getməyim. Niyə ki? Mən artıq orada bildim ki, harada yıxıldım. Burada nədə yıxıldım? Təhlil edəcəm. Burada böyük bir daş vardı, ayağımın altına diqqətlə baxmadım, ona görə yıxıldım. Deməli, gəlib yolun o tərəfinə çatanda artıq mən bu dəfə daha diqqətli olacağam və demək, yıxılmayacağım. Dizim qanamadığına görə oradan o yana da neçə kilometr hələ gedə biləcəm. Gördünüz, hər dəfə səhvlər, yıxılıb durmalar məni daha da irəli aparır. Yəni, bu həyatın, yaşamın məntiqi budur. Əgər qiymətlənmə zamanı yalnız keçilən mövzularla bağlı tapşırıqlardan istifadə olunursa, demək qiymətləndirmə uyğundur, yəni validdir. Bayaq vurğuladığımız kimi, məsələn, 20 suallıq tapşırığın 10-u, indiki qeyri-müəyyən zamanın təsdiq formasını, onu keçmiş yeni sözlərə əhatə edə bilər. Əsas odur ki, qiymətlənmə tapşırıqları keçilən mövzuları mümkün qədər bərabər şəkildə əhatə etsin. Bu da vacib məsələdir. İndi nöqtələr olan dairələrə baxaq. Keçirilən mövzular və tapşırığın əhatə olunduğu mövzular. Keçirilən mövzu hansı olub? İndiki qeyri-müəyyən zamanın təsdiq forması 40-a yaxın yeni söz keçib ingilis dilinə. Tapşırıqda nə var? İndiki qeyri-müəyyən zamanın təsdiq forması 40-a yaxın yeni söz. Burada uyğundur, yoxsa uyğun deyil. Keçilən mövzu indiki qeyri-müəyyən zamanın təsdiq formasıdır. Tapşırıqda da əhatə olunub. 40-a yaxın yeni söz, tapşırıqda da 40-a yaxın yeni söz əhatə olunub. Uyğundur da əgər elədirsə. Bəli, burada uyğundur. Sonra, indi ikinciyə baxaq. Keçirilən mövzular, indiki qeyri-müəyyən zamanın təsdiq forması 40-a yaxın yeni söz. Tapşırığın əhatə olunduğu mövzular. Tapşırıqda nə var? İndiki qeyri-müəyyən zamanın təsdiq forması. Dinləmə mətni modal feillər. Bu modal feillər keçmirsən, sən modal feillərlə bağlı orası sual salırsan. Və yaxud dinləmə mətni. Sən axı burada dinləmə mətni uşağa verməmsən, dinləyib anlamağı burada yoxlamamısan bu bölmələrdə. Onlar üçün çətinlik törədəcək, yaxud dinləmə mətni nədir burası almısan, modal feil nədir burası almısan. Gördünüz? Bax, bu hissə ki var, göy hissə, nöqtələr olan bu, uyğun olan tərəfidir bu tapşırığın. İndiki qeyri-müəyyən zamanın təsdiq formasına aid olan tapşırıqlardır. Qırmızı yer isə dinləmə mətni ilə modal feillərdir. Demək, bu tapşırığın bir parçası yanlışsa, bütün tapşırıq yanlış oldu. Və bu qiymətləndirmə hansı prinsipi pozdu? Uyğunluq. Bəli, vəssalam. Uyğunluq prinsipini pozmuş oldu. İndi baxaq. Burada da yəni oxumağa düşünürəm ehtiyac yoxdur. İndi dediklərimdən gedir söhbət. Gəldik digərinə. Demək, burada da gördüyümüz hədəflərdir. Etibarlıqdan gedirsə ya söhbət, ümumiyyətlə həm uyğunluq, həm etibarlıq burada öz əksini tapacaq. Söhbət nədən gedir? Baxın. Düşünün ki, bu yumru dairələr bizim bütöv mövzulardır. A, B, C, D hədəfləri. Yəqin ki, görürsünüz burada. Sxemlərdə A, B, C və D. Demək, A hədəfində qara nöqtələr hədəfin iki hissəsinə dağınıq şəkildə yayılır. Burada, iki hissəsinə. Əslində, 4 hissəsində də olmalı idi qara nöqtələr. Bax, düşünün ki, bu bütöv pizzadır. Bu pizzanın hamısını uşaq yeməlidir. Yəni, biz artıq ona bir dəfə yedirtmişik, o bu pizzanı görən kimi tanımalıdır və təkrar yeməlidir. Belə deyək də. Bu isə yalnız iki tərəfini tanıyır. İki tərəfinə baxdı. İki tərəf isə havada qaldı. Qara nöqtələrin hədəfin iki hissəsinə yayılması tapşırıqların məzmununu tam əhatə etməməsini göstərir. Mən elə 4 bölmə keçmişəm. 4-ü də əks olunmalıydı sualda və yaxud 4 mövzu keçmişəm. Bu 2 mövzu əhatə olunub, baxın, 2 mövzu qalıb boşda. Bax, bu hissədə də heç nə yoxdur. Bu hissədə də heç nə yoxdur. Gördüyünüz kimi. Beləliklə də uyğun olmadığını, dağınıq olması ilə nəticələrin hər dəfə fərqli olmasını və buna görə də etibarlı olmadığını göstərir. Bir dəfə şagird bu nöqtə ilə hədəfə vurur, bir dəfə bura vurur, bir dəfə bura, bir dəfə kənara çıxır, bir dəfə nöqtələri, güllələri boşa keçir. Gördüyünüz kimi, heç hədəfin heç bir yerinə toxunmuyor. Demək, bu nə uyğundur?
Çünki 2 mövzu əhatə olunub, ikisi qalıb. Nə də etibarlı deyil. Etibarlı olsa eyni hədəfə vurardı. Misal üçün, hamısı mərkəzdə olardı nöqtələr. Demək, bu yanaşma nə uyğundur, nə də etibarlı. İndi B-yə baxaq. 4 parçanın 4-ünü də əhatə edib suallar. 4 parçanın 4-ünü də əhatə edib. Uyğunluq varmı? Mövzuların hamısı əhatə olunur. Amma güllələri görürsünüz, hara gəldi atıb. Gah 60 bal toplayır, gah 70, gah 50, gah 30, gah 80, gah 100. Aydındır mı? Demək, uyğunluq var burada. Etibarlılıq yoxdur. İndi C hədəfinə baxaq. C hədəfində yenə də yalnız bir parça əhatə olunub, görürsünüz. Digər mövzular kənarda qalıb. Bircə dənə bölmə, bir dənə mövzu. 4 mövzudan biri əhatə olunub suallarda, 3-ü isə heç işlənməyib. Nə bura, nə bura, nə də bura. Amma hədəf dayanmadan nöqtələr, güllələr eyni nöqtəni vurubdur. Çünki etibarlıdır. Verilən cavablar eynidir. Eyni təxminən dərəcədədir, faiz dərəcələri. Amma uyğun deyil. Niyə bütün mövzular əhatə olunmuyor? Burada da uyğun deyil, amma etibarlıdır. Sonuncuda isə, baxın, bax bu parçada var, bu parçada var, burada var, burada var. Bütün mövzular əhatə olunub suallarda və demək olar ki, nöqtələr tam eyni mərkəzə hədəflənib. Demək, bax, bu yanaşma həm uyğundur, həm də etibarlıdır. Bu sxemlər bəzən orada testlərdə də düşür. Test bazasında da eynən bu şəkillərin şəkli var. Çünki əvvəllər biraz azacıq da olsa vaxtım olurdu və yaxud işimi ilə qururdum ki, ibtidai sinif müəllimlərinin demək, qiymətləndirməsinə gedib mən də iştirak edirdim. Bəlkə də haradasa 5-6 il ard-arda getmişəm mövzulara, keçirilən məzmuna və s. baxmaq üçün. Və orada konkret olaraq test bazasında bu var. Son haradasa 3 ildir ki, heç cür vaxt edə bilmədiyimə görə, yəni gedə bilmirəm. Heç qeydiyyatdan belə keçə bilmirəm. 2 il bundan qabaq qeydiyyatdan keçdim ki, bəlkə zamanım ola gedə, gördüm ki, yox, artıq çatdıra bilmirəm. Çünki qəribə vaxtlara düşür ki, mənim işimin daha çox sıx olan zamanında, ona görə gedib iştirak edə bilmirəm. Və yaxud da bölgələrdə oluram. Yəni, nəyə görə deyirəm? Konkret olaraq bunları, yəni özüm orada test bazasında görmüşəm. Test bazası da bilək ki, davamlı yenilənsə də, yəni suallar orada qalır və fırladır robotlar, orada suallar əlavə olunur, bəzi dəyişilir, robot onu fırladır, avtomatik sistemdə bir də qarşınıza çıxarır. Demək, bu da bu hissə. Bu hissə ilə bağlı kimin sualı qaldı? Prinsiplərlə bağlı, etibarlıq və uyğunluqla bağlı sualınız var. Kimə qaranlıq qaldı bu məqam? Sual var? Yoxdur. O zaman davam edək. Diaqnostik qiymətləndirmə. Nədir diaqnostik qiymətləndirmə? Hamının bu haqda məlumatı var. Kimin məlumatı yoxdur diaqnostik qiymətləndirmə haqqında? Hamının var ya da hamının yoxdur. Yaxşı. Diaqnostik qiymətləndirmə nədir? Mahiyyət və əhəmiyyəti nədən ibarət? Belə düşünək. Düşünün ki, həkimə getmişik. Həkim çatan kimi bizə resept yazır. Yaza bilər? Xeyr, mən. Düzdür, bəzən dırnaq arası həkimlər var, çatan kimi resept yazır, adamın qara qaş gözünə baxıb. Belələri də var, təəssüf ki. Anamnez götürməlidir, mən həm bundan. Nə etməlidir? İlk öncə. Anamnez götürməlidir. Göndərəcək analizlərə, göndərəcək nə bilim qan analizinə, sonra digər analizlərə, nə bilim katiyə, nə bilim nəyə ehtiyac varsa da, onların hamısını xəstənin qaytarıb o həkimə verdiyi kağızları üst-üstə toplayacaq. Bir ona baxacaq, bir təhlil edəcək, bir nəticələri yoxlayacaq. Ondan sonra diaqnoz qoyacaq, düzdür? Diaqnozu qoyduqdan sonra müalicəsinə başlayacaq. Belədirmi? Bax, diaqnostik qiymətlərinə dediyimizdə eynən, heç bir fərq olmadan bu cür bir yanaşmadır. Məsələn, diaqnostik qiymətlərinə nə zaman keçirilir? Yeni dərs ilinin ikinci yarım ilin əvvəlində ola bilər. Sonra hər bölmənin, böyük bölmələrin əvvəlində ola bilər. Mikrofonları söndürək zəhmət olmasa. Və bir də əgər şagird
bu sinifdən o sinifə keçibsə və yaxud məktəbini dəyişib, bu məktəbdən o məktəbə gedibsə, o zaman da müəllim üçün o şagird yaddır. O haqda informasiyası yoxdur. Onu bir növ nə etməlidir? O həkim kimi yoxlayıb yoxlanışdan keçirməli, diaqnostik aparmalıdır onunla ki, bilsin ki, bu uşaqlar necə davranacaq. Aydındırmı? Bax, diaqnostikin də əsas məqsədi budur ki, şagirdin ilkin bilik və bacarıqlarını üzə çıxarsın. Bu mövzu ilə bağlı, bu fənlə bağlı, bu bölmə ilə bağlı, bu bəhslə bağlı, baxır sizin diaqnostikdə qarşıya qoyduğunuz məqsədə. Sonra, digər bir məsələ. Orada sizin qarşınıza bəzən testlərdə sual çıxacaqdır ki, qiymətləndirmələrdən hansı daha çox tədrisin fərdləşdirilməsinə və diferensial təlimə yönəlidir və yaxud diferensial təlimin keçirilməsinə imkan yaradır. Bax, bu diaqnostikdir. Niyə? Çünki biz diaqnostik zamanı şagirdin fərdi xüsusiyyətlərindən tutmuş, şagirdin hər bir şey haqqında məlumat əldə etdiyimizə görə biz artıq bilirik ki, ona yanaşma necə olacaqdır, onun maraq dairəsi nədir, bacarıqları nədir, qabiliyyəti nədir, sonra xarakteri və s. Hər bir şeyi biz burada müəyyən edə bilərik diaqnostik zamanı. Çünki qeyd etdiyimiz kimi, diaqnostikdə həkim azacıq belə şübhələndiyi hissələrlə də bağlı mütləq xəstəni yoxlanışlara göndərir və əlində topladığı nəticənin təhlilinə əsasən bir neçə istiqamətdə onunla iş aparır. Demək, diaqnostiklə bağlı yenə aşağıdakı fikirlərə baxaq. Şagirdlər artıq nəyi bilirlər? Şagirdlər nəyi bilmirlər? Şagird digər sahələrlə müqayisədə təlim nailiyyətlərinə görə hansı səviyyədədir? Şagirdin təlim nailiyyətini necə inkişaf etdirmək olar? Bax, bu suallara sizin aparınız diaqnostik cavab verməlidir. Yəni, işimizi elə qurmalıyıq ki, bizim sadəcə elə dövlət tələbidir, rəhbərliyin tələbidir, müavin bizə deyib mütləq diaqnostik keçirin, gəlib portfolyoları yoxlayacaq, onun xatirinə deyil də, bu onlara lazım deyil, əslində. Bu bizə lazımdır. Mənim işimin asanlığı üçün lazımdır ki, baxım görüm, məndə bu uşağın vəziyyəti necədir, necə ki, xəstə, həkim xəstənin vəziyyətini dəqiqləşdirdikdən sonra onu tam müalicə edib, tez müalicə edib sağalda bilər. Biz də diaqnostiki keçirməsək, o uşağın dərdini, sərini, nədə ilişib qaldığını, hansı zəif cəhətlərinin olduğunu bilə bilmirik. Ona görə bu diaqnostikin aparılması, nəticələrin təhlili müəllimin özü üçün faydalı və şagirdin irəli getməsi üçün zəmin yaradır. Sonra diaqnostik qiymətləndirmə bütün qiymətləndirmələrdən əvvəl aparılır. Bu zaten bəllidir. Niyə əvvəl aparılır? Çünki mən əvvəlcədən müəyyən etməliyəm ki, sonraki növbəti addımları bəlkə uşaq üçün fərdi yanaşma, bayaq dediyim kimi diferensial yanaşma, fərdi yanaşma və s. tələb olunacaq. O səbəbdən də mən bütün problemləri öncədən bilməliyəm. Məsələn, burada belə bir nümunə verim. Tarix fənnində 7-lik müharibə mövzusuna keçid almamışdan əvvəl şagirdlərin İngiltərənin bundan əvvəl iştirak etdiyi müharibələr haqqındakı biliklərini və 7-lik müharibə haqqında nə bildiklərini yoxlamaq lazımdır. Çünki bunlar əgər bu hissəni bilmirsə, mən bu 7-lik müharibə mövzusuna keçid alsam, heç bir nəticəm olmayacaq. Sinif batıb gedəcək. Necədir, mənim əsəblərim korlanacaq, şagirdlər dünya aləm deyəcək, bir-birini onları irəli apar bilməyəcək. Mən bura keçid üçün, necə ki siz növbəti mövzuya keçid elə göz yumulu keçirsiniz, proqramda var deyin, mütləq mən bu saatda bugünü bunu keçməliyəm edirsiniz, yoxsa baxırsınız bundan öncəki dərs tam mənimsənilməyibsə, təkrar qayıdırsınız üstə, nə edirsiniz? Necə edirsiniz? Necədir sizdə bu yanaşma? Dərslər olanda, asan dərslər olanda, ondan təkrarladırsınız da ən azından, düzdürmü? Mənimsənilməyəndə üstündə qalırıq da belə. Ay, sağ olun. Üstündə qalır. Bəzən o jurnalda falan da keçdik kimi yazırıqsa. Yaddan çıxmasın. Doğru. Bax, ona görə də diaqnostikin keçirilməsi mütləqdir. Yaxşı, siz diaqnostik keçirməsəydiniz, bilərdinizmi onlar orada qaldıqları zəif nöqtələrini? Yox. Ona görə də diaqnostik qiymətlərinə bax bizə belə yardımcı olur, gələcək işimizi qurmamıza da yardım etmiş olur. Gələcək planlarımızda gərəkirsə dəyişiklik apara bilirik. Bəs mənə diaqnostikin niyə sentyabrda eləyirlər?
Məsələn, məktəb gəlir, bir də görürsünüz ki, sentyabrda məsələn bizə deyilir ki, diaqnostik qiymətləndirmə 6-cı sinifdə keçirilənlərin təkrar elə. 6-cı sinifdə keçənlərin nə dəxli var 7-ci sinifə tutağım ki də belə əvvəlki mövzuya. Uşağın yay boyu da yadından çıxır da bəzi şeyləri. Təzədən mən qayıdıb 6-cı sinif, olsa mövzu keçəndə 6-cı siniflə əlaqəsi varsa yada salıram. Onun nə mənası var sentyabrda diaqnostiki bizdən istəmələrin? Onların özü belə nə istədiklərinin fərqinə varmırlar, yəni mahiyyətini anlamırlar. Elə rəhbər işçi olmaq o demək deyil ki, onlar hər bir şeyi super bilirlər. Bəzən o düzdür, hər birisi haqqında deyə bilmərəm, çünki mənim çox gözəl tanıdığım mükəmməl direktorlar var, müavinlər var. Həqiqətən bilik və bacarıqlar çox güclüdür, indiki gənc nəsildə ümumiyyətlə bu güclüdür, gənc kadrlarda. Çünki onlar mahiyyətini falan da anlayaraqdan keçirlər bunu, amma çox təəssüflər olsun ki, bəzən biz mahiyyətini anlamadan, elə bunu bizə deyiblər, rəhbərlikdən məktub gəlib təhsil şöbəsinə və yaxud da sektordan mütləq bunu keçirməliyik. Necə keçirməliyik, hansı şəkildə keçirməliyik, sistemi necə qurmalıyıq, onu ən azından bir müzakirə etməlidir o rəhbərlik, o direktor müavini tədris işləri üzrə. Bir sinif rəhbərlərini toplamalıdır, müəyyən bir fənn müəllimləri hansı fəndən, hansı istiqamətdə keçirəcəyindən bağlı fikirlər almalıdır və yaxud da özlərinin yay boyu işləyib hazırladıqları bununla bağlı planları olmalıdır. Diaqnostik nə zaman keçiriləcək, nə üçün keçiriləcək? Dediyiniz kimi, bütün bir ilin diaqnostikini keçirmək, bu yorucu bir haldır. Bu doğru yanaşma deyil. Mənasızdır, müəllimə, o boyda diaqnostiki, bu boyda sinifdə diaqnostik keçirin məsələsi diaqnostik keçirilməlidir, amma biz diaqnostiki keçiririk, yenə də başlanğıca yaxın olan tərəfdən götürəcəksiniz. Siz sentyabrda nə ilə başlayacaq, ona yaxın olan tərəfdən ki, yəni qoy görün, bunlar yay tətilindən qayıdıb da müəyyən bir şeylər yadlarından çıxıbdır. Xatırlatma xarakterli. Bəli, sonsuz da zaten diaqnostikin özünün üsulları var da, diaqnostikin, summativin falan, hamısının üsulları var. Yəni alətləri var. Dediyiniz sorğu-sual bir alətidir. Test digər alətidir. Tapşırıq vermə bir başqa alətidir. Yəni baxır sizin yanaşmanıza, siz onu hansı şəkildə keçirəcəksiniz. Bəlkə də siz də deyəcəksiniz Aynurə müəllimə kimi, uşaqlar gedin, hazırlaşın, gəlin, orqanlarla bağlı səhnəcik quracaq. Burada səhnəcikdə hər orqan öz fəaliyyətindən danışacaq. Lalə, sən olacaqsan böyrək, Nadir, sən olacaqsan ürək, o birisi olacaq, nə bilim, mədə. Verdiniz tapşırığı diaqnostiki yoxlamaq üçün, növbəti dərsdə də bir səhnəciyi qurdunuz, bunu həyata keçirdiniz və s. Bu şəkil, yəni baxır siz necə yanaşırsınız. Yəni uşaqların birinin beyninin o tozunu sirkəliyirsiniz də, bir pasını açırıq. Yada salma eləyirik. Aydındır mı? Sonra diaqnostik qiymətləndirmə, rəsmi qiymətləndirmə deyil. Bu müəllimin öz işini qurması üçün nəzərdə tutulan qiymətləndirmədir. Şagirdlərə fərdi yanaşmanı, diferensial yanaşmanı təmin etmək üçün imkan yaradır. Şagird haqqında geniş informasiya toplamağa imkan yaradır. Hətta diaqnostikdə bəzən deyəndə hətta rəhbər işlə deyir, müəllimə, necə yəni? Bunu birinci səfərdə eşidirəm. Ailəsi haqqında məlumat nədir? Diaqnostik mövzu haqqında olmamalıdır. Baxın, ola bilər ki, uşağın ailəsində elə bir problem ola bilər ki, o belə onun irəli getməsinə mane ola bilər. Ailədə olan konfliktlər, çığır-bağırlar, şəraitsizliyin olması, bəlkə çadırda qalırlar, bəlkə hamı, nənə, baba, nəvə, gəlin, oğul, qız, nə bilim, baldız, bir böyük bir nəsil toplaşıb bir otağın içərisində. Bakıda bu hallara yəni biz çox rast gəlmişik. Kənd yerlərindən çörək pul dalınca gəliblər, bütün bir ailə bir dənə yəni puluna görə məcburən bir otağa yığılıblar. Ağız deyəni qulaq eşitmir. Orada da bir evdə də təsəvvürə gətirin. 3 dənə, 4 dənə uşaq varsa, tutalım ora həm dayı gəlib, həm bibi gəlib, nə bilim, yayaq əmi gəlib, kim gəlib. Bir neçə ailə bir yerdə və hərə öz dərdindən, öz problemindən, hərə gün boyunca başına gələn işlərdən biri danışıb görür, biri qışqırbar. Orada nə dərs oxumaq ola bilər, nə hazırlaşmaq mümkündür. Adı da olur ki, uşaq məktəbə gedir, gəlir, uşağı məktəbə qoyurlar. Yəni, bu ailə məsələləri, misal üçün, beynəlxalq qiymətləndirmələr keçirilən zaman, indi biz onun haqqında da danışacaq. Niyə birinci orada uşağın ailə vəziyyətinə bağlı hansı sinifdə keçiriləcəksə qiymətləndirmə, beynəlxalq qiymətləndirmə. Neyinir? Həmin o sinifin bəri başdan tələb qoyur ki, demək, uşaqların valideynləri toparlansın həmin məktəbə, onlarla bir sorğu keçiriləcək. Sorğunun nəticələri yığırlar, saxlayırlar beynəlxalq mütəxəssislər. Sonra
uşaqlarla keçirilən qiymətləndirmədən də sonra qiymətləndirmənin nəticələrindən valideynlərin o sorğu cavablarını üst-üstə tuturlar. Tam orada baxır ki, əlinin nəticəsi zəifdir. Baxır, əlinin tez anasının vərəqini tapdılar. Hə, orada yazıb. Evdə neçə uşaqdılar? Bəli ki, yazıb orada tutan 5 uşaq. Ev neçə otaqdan ibarətdir? 1. Əlinin ayrıca hazırlaşmaq üçün otağı və internetə çıxışı varmı? Xeyr. Planşeti və ya hər hansısa bir qurğusu araşdırma etmək üçün imkanları varmı? Xeyr. Ata işləyirmi? Xeyr. Ana işləyirmi? Xeyr. Demək, ailədə artıq sosial vəziyyət də sıfıra bərabərdir. Uşağın demək qidalanmasında da problem var, yeməyində də. Birbaşa uşaq problemin içərisində böyüyürsə, təbii ki, onun oxumasına da pis təsir edəcək. Həm psixoloji olaraq, həm maddi olaraq, həm mənəvi, hər tərəfli. Aydınmı? Ona görə də diaqnostik apararkən, yəni bu hallarla da bağlı çalışın, məlumatlı olun. Uşaq başqa məktəbdən gəlibsə, tanıdığınız biri deyilsə, zaten biri olanda bilirsiniz nədir. Ola bilsin kimisə anası yoxdur, kimisə atası yoxdur, kimisə nə bilim, hər hansısa bir digər problemi var. Bax, bunu ən azından sinif rəhbəri bilməlidir və fən müəllimləri ilə təkbətək bu haqda söhbətlər aparmalıdır və bu, demək, onların öz arasında qalmalıdır. Yoxsa, sənin atan yox deyim, mən sənə hörmət qoyurdum, indən belə görərsən falan. Olmaz qəti şəkildə. Qəti şəkildə olmaz. Qətiyyən. Yenə də hər hansısa bir addımı atanda biz özümüzə çəkirik o prosesi. Mən uşaq olsaydım, mən Lalənin yerinə olsaydım, müəllim mənə belə etsəydi, mən neyniyərdim? Çox əsəbləşəndə özümüzü qoyuruq uşağın yerinə, o zaman əsəbimiz tez soyuyacaq. Mən o yaşda belə şuluq elədiyim olubdumu? Mənim o yaşda başıma belə bir iş gəlibdimi və yaxud belə olsa mən necə olardım? O zaman elə gözəl sakitləşirik necə? Aydındır. Yəni bu məqamlara da diqqət etməmiz çox vacibdir. Demək, burada da qeyd olunur. Hər hansısa bir baldımı, nə bilim, rəqəmdir və s. əsaslanmır. Rəsmi qiymətləndirmə deyil, jurnalda və gündəlikdə öz əksini tapmır. Diaqnostik qiymətləndirmə vasitələrindən nümunə aşağıdakı kimi göstərmək olar. Müəllimin özünün tərtib edərək tədris kursu, yeni tədris vahidi və ya bölməsi öncəsi. Baxırsınız, tədris kursu, yeni tədris vahidi və ya bölmə öncəsi təqdim etdiyi tapşırıqlar. Sinifdə aparılan sorğular, bir-bir, cədvəli, sinif müzakirəsi və s. Diaqnostik qiymətləndirmə ilə bağlı aşağıdakı təşkilati işlərin həyata keçirilməsi tövsiyə olunur. Sinif rəhbəri tərəfindən hər bir şagird üçün ümumi təhsil müəssisəsinə saxlanılmaq şərti ilə portfolio qovluq yaradılır. Amma bu bir ilin sonunda valideynə təhvil verilir. Yəni necə istəyir aparsın, istəyir sandığında saxlasın, istəyir atsın, artıq valideyn özü bilər. Yəni uşağın o portfoliosu ki var içərisində işlər olan, onu valideynə təhvil verirsiniz. Sonra hər bir müəllim şagirdlə bağlı ilkin müşahidələrini, meyl, maraq dairəsi haqqında rəyini, həmçinin şagirdin yazılı qeydlərini fənnə aid fayla əlavə edir. Eyni zamanda diaqnostikdə olan uşağın ümumiyyətlə portfoliosunda həmçinin məktəb psixoloqunun rəyi və s. də öz əksini tapır. Sinif rəhbəri portfolionun təşkilini, saxlanmasını və burada olan məlumatların araşdırılıb təhlil edilməsini, rəhbərliyə və valideynlərə müvafiq məlumatlar verilməsini həyata keçirir. Diaqnostik qiymətləndirmədə şifahi üsulla yanaşı, baxın, şifahi üsulla yanaşı, bayaq müəllimənin dediyi məsələ, esse, ifadə, çalışma, açıq, qapalı test, situasiya tipli test tapşırığı, yaradıcılıq və əl işləri kimi qiymətlənmə vasitələrindən istifadə edə bilərsiniz. Yəni, nə edirsiniz, edin, bunlardan istifadə etməklə diaqnostika həyata keçirə bilərsiniz. Vacib deyil elə sorğu olsun, vacib deyil elə səhnəcik olsun. Nəyi istəyirsiniz? Aydındırmı? Bəlkə özünüz fərqli biraz da yaradıcı yanaşıb başqa bir yol təqdim edəcəksiniz ki, yəni mən bu yoldan istifadə edəcəm. Yəni, diaqnostiki də müxtəlif yollardan istifadə etməklə həyata keçirə bilərsiniz. Uşaqların nailiyyətlərini yoxlaya bilərsiniz. Yəni, nəyə qadir olduqlarını, nailiyyətlərini deyil. Nailiyyəti summativ yoxlayır, ilkin bilikləri diaqnostik, fəaliyyəti, mövcud vəziyyəti formativ, nailiyyəti isə summativ yoxlayır. Yeri gəlmişkən ChatGPT-dən istifadə etməklə də diaqnostik qiymətləndirmə həyata keçirə bilərsiniz. Sadəcə ChatGPT-dən məsləhət ala bilərsiniz ki,
filan mövzu ilə bağlı və yaxud filan bölmə ilə bağlı diaqnostik həyata keçirmək istəyirəm. Sinif filan sinifdir, 9-dumu, 10-dumu, 5-dimi? Onların maraq dairəsinə uyğun, çox maraqlı. İstəsəniz yaza bilərsiniz, əyləncəli, oyun xarakterli bir diaqnostik mənə göndər. O sizə çox maraqlı, əyləncəli səhnəcik də quracaq. İstəsəniz oyun xarakterli tapşırıq da göndərəcək ki, uşaq orada yorulmayacaq. Eləcə ilə dərsin bölmənin başlanğıcında siz bir oyun həyata keçirirsiniz. Yəni oyunun necə həyata keçirilməsinin addımlarına qədər sizə verəcək. Aydındırmı? Yəni indi belə deyim də, necə ki o vaxtla indiki vaxtda bəzən deyirik ki, indi ana olmaq çox asandır. Yəni o vaxt biraz çətin idi. O körpənin paltarlarının hər dəfə yuyulması, sərilməsi, ütülənməsi, nə bilim nələr. İndi isə hər bir şey paket şəklində hazırdır. Eləcə də indi müəllim olmaq bu baxımdan çox rahatdır. Yəni gündəliyin yazılmasından tutmuş, illik planlaşdırmaya qədər, tapşırıq, səhnəcik, sonra layihə dərslərin qurulma, hər bir şey mümkündür və saniyələr içində mümkündür. Saniyələr, dəqiqə söhbəti yoxdur. Saniyə, real olaraq saniyələr də özünüz gördünüz. Demək, gəldik formativ qiymətləndirməyə. Formativ qiymətləndirmə adından göründüyü kimi, bax, formatlama sözünə biz harda rast oluruq? Misal üçün, telefon dolur, donur, aparıb neyinirsiniz? Formatlayırsınız, elə ustada. Kompüter donur, proqramlar düzgün işləmir, gec açılır, gec bağlanır, yükləmələr gec baş verir, düzdürmü? O zaman nə deyirik? Deyirik, formatlamaq lazımdır, paravustuya formatlayaq. Bax, elə bir siz də formativ qiymətləndirmə uşaqları artıq burada formatlayırsınız. Yəni, harada ilişib qaldısa, formativ qiymətləndirmə sizə kömək edəcək ki, o ilişib qalmanın səbəblərini müəyyən edəsiniz, o uşağı format edəsiniz. Bir növ. Aydındırmı? Və formativ qiymətləndirmə hansı suallara cavab axtarır? Şagirdin hədəfi nədir? Yəni, şagird nəyi öyrənəcək? Baxın, bayaqları deyirik, şagird nəyi bilir, hara qədər bilir diaqnostikdə. Burada isə deyirik, qarşıda, hədəf qarşıda orada düzdür. Şagirdin hədəfi nədir? Şagird nəyi öyrənəcək? Göz gələcəyə yönəlidir. Şagirdin mövcud vəziyyəti necədir? Yəni, hal-hazırda öyrənməli olduğu məsələdən nə qədər xəbərdardır? Biz bunu diaqnostikə ilkin olaraq qiymətləndirmişdik. İndi gəldik gündəlik dərsləri keçdikcə, artıq burada hər gün formativdə bunu müəyyən edəcəyik. Şagird məqsədinə necə çata bilər? Yəni, nəyi etməlidir ki, hədəfə çatsın? Yəni, biz onu necə formatlayacaq? Sadə dildə desək. Formativ qiymətləndirmənin aşağıdakı vacib xüsusiyyətləri var. Təlim nəticələrinə uyğunluq, qeyd etdiyimiz kimi, mənim təlim nəticəm nə idi? Bu 45 dəqiqənin sonunda o qayanı fəth edib, başına Azərbaycanın bayrağını sancmaq. Demək, mən qiymətləndirmədə də nəyə qiymətləndirəcəm? Bu 45 dəqiqənin sonunda Əli dağın hansı hissəsinə qədər çıxdı, Vəli hara qədər çıxdı, bayrağı kim ilk olaraq sancdı, kim ikinci dəfə getdi, bayrağını sancdı və s. Bax, bu artıq formativdir. Çünki bugünün dərsi idi o bayrağı ora sancmaq. Qiymətləndirmə meyarlarının olması. Mütləq meyarlar olacaq. Mən hansı meyarlara əsasən qiymətləndirirəm? Misal üçün, bayrağı heç bir zədə görmədən, bayrağı ham ora sanca bilər. Bəlkə biri yorulub yolda bayrağı sürükləyib aparacaq, orada onun o rənglərinə xətər toxunacaq, bəlkə bayraq ilişib hardasa kula cırılacaq dağa qalxdıqca. Ona görə meyarları bəri başdan deyirik. Elə bayraq sancmaq o demək deyil, mən qalib oldum. Meyar müəyyən edirik. Bayrağı zirvəyə sancmaq. Amma necə? Bu bayrağı zirvəyə sancmaq qiymətləndirməsinə uyğun yazırıq. Heç bir zədəsiz, yəni bayrağı sağ-salamat sancmaq. Tutalım ki, nə bilim, orada meyarlar dedikdə uşağın səviyyəsinə görə dəyişəcək. Nə bilim, yıxılmadan, yorulmadan birbaşa gedib sancmaq. O birisi uşaq biraz ondan zəifsə, arada fasilə edə-edə bayrağı aparıb sancaq. Bunun qiyməti biraz aşağı səviyyədə oldu. Çox fasilələr edərək bayrağı aparıb sancmağa yaxın dayanan, heç sancmayan. Bax, bu meyarlardır. İndi meyara nümunə var, burada cədvəl var, onun üzərində də danışacağım. Effektiv əks-əlaqə, yəni konstruktiv rəylərin verilməsi və istiqamət verici yolların göstərilməsi. Əks-əlaqə dedikdə, şagirddən mənə gələn suallardan onlara yönəlib cavablar deyil də istiqamətlər,
Məndən gedən suallar, onların verdiyi cavablar, bunlar əks əlaqət, yəni qarşılıqlı nəyisə biz bir-birimizə ötürməyimiz, istiqamətləndirməyimiz bu əks əlaqə sayılır. Deməli, davamlı müşahidənin aparılması. Formativ onsuz da əsasən müşahidələrə əsaslanır. Müşahidə əsaslı qiymətləndirmədir, əgər soruşan olarsa. Çünki biz nəzarəti itirsək sinif mühitində, müşahidə etməsək, dərsin hansısa bir hissəsini, yəni bunu nəzərdən qaçırsaq, formativ qiymətləndirməmiz doğru alınmayacaq. Artıq bir xeyli işi yarıda qoymuş olacaq. Ona görə də davamlı müşahidə aparılmalıdır. Müəllimin elə ki, sinif mühitində az qala 4 yox 8 gözü olmalıdır ki, bütün şagirdləri, bütün fəaliyyətləri nəzarətdə saxlasın. Zaten bu pedaqoqların elə bir növ anadan gəlmə düşünürəm, onların o xislətində mi deyim, xarakterində mi deyim, var bu həqiqətən də. Demək olar ki, bütün müəllimlər həqiqətən çox gözəl nəzarətdə saxlaya bilir sinifi, yəni hər kəsi görə bilirlər. Kim orada nə etdi? Baxırsan, Əliyə baxır, amma Vəli bu tərəfdə arxada nə gördüyünü belə müəllim səslənir, görmüş olur. Effektiv əks əlaqə, rəy. Müəllim şagird ünsiyyətində əks əlaqənin xüsusi rolu var, bayaq da qeyd etdim ki, amma bir şərtlə ki, bu əks əlaqə vaxtında verilsin. Gecikmiş əks əlaqə bir növ toydan sonra nağaranı xatırladır. Yəni, uşağın fikrində, beynində bu anda baş verən proseslə bağlı bir sual yaranmışdı. Və mən yaxşı, gözdə sonra filan məsələsi, əgər düz deyək, bu məsələ çox uzanarsa, sualı çox dərinə gedirsə, biz onu deyirik ki, gəlin buna bir ayrıca vaxt ayıraq və yaxud dərsdən sonra qalarsan, abi mən səninlə məşğul olacam və s. Məsələn, Cəmilə müəllimə başlanğıcda 2 dənə sual verdi. Mən fikirləşdim ki, o çox da belə vaxt almayacaq. Ola bilsin, bəziləriniz çəkinirsiniz o sualı verməyə. Elə vermişkən qoy bir daha onu bir-birindən necə ayırmağı göstərim mən. Bax, bu effektiv əks əlaqədir. Burada nədir əsas məqsəd? Şagird irəli getsin. Yəni, bizim əsas məqsədimiz nə idi? Şagirdi formatlamaq, yəni düzgün yol göstərmək, düzgün istiqamətləndirmək. Çünki formativ bizi birbaşa summativ aparan əsas məqamdır. Yəni, formativlər olmasa summativin heç bir mənası yoxdur. Summativ, yekunlaşdırıcı əks əlaqə hər hansısa bir bölmənin, fəaliyyətin sonunda verilir. Formativ proses gedə-gedə verilir. Dərsin istənilən hissəsində ola bilər. Şagirddən sual gəldi, müəllim əks əlaqə qurdu, istiqamət verdi, yönləndirdi və sonra özündə qeyd edir formativdə. Uşaq haqqında fəaliyyətlər. Summativ isə fəaliyyətin sonunda əks əlaqə verilir. Artıq burada nəticə hazırdır, doğru və yaxud yanlış olmasından asılı olmayaraq. O zaman şagirdin qazandığı bilik və bacarıqların nəticəsini dəyərləndirməyə xidmət edir. Demək, formativ, diaqnostik ilkin diaqnoz qoyur. Formativ, mövcud vəziyyətdə baş verənləri, məsələn, tutalım, bizim son nəticəmiz əgər o bayrağı dağa sancmaqdırsa, biz formativ olaraq bunu oradan dağa çıxardığında bəzən gərəkirsə əlindən tutacaq. Bəzən deyəcək, ged o yerdəki ağacın budağını götür, ona söykənə-söykənə çıx. Bu formativ əks əlaqədir. Hələ summativ deyil. Summativ isə artıq o bayraq orada da, o bayrağın hansı şəkildə orada dalğalandığını qiymətləndirəcək. O summativdir. Demək, ona görə də diaqnostik ilkin, formativ fəaliyyətin qiymətləndirməsi, summativ isə son, yekun nəticənin qiymətləndirməsi sayılır. Yəni, artıq burada şagirdin mövcud vəziyyəti, fəaliyyəti qiymətləndirilmir. Burada son nəticə qiymətləndirilmiş olur. Gedək üzrümüz sayın. Nuriyə müəllimə, hazırda dərsdəyəm, 20 dəqiqə bitirirəm əzim. Yaxşı, problem deyil. Yaxşı, 11 tamamda bitirirəm. Yo, yatmayın, indi göndərəcəm, narahat olmayın. Sağ ol, sağ ol. Demək, sonra əks əlaqənin növlərinə gəldikdə, korrekt edici əks əlaqə var. Korrekt edici bilirsiniz də, yəni korreksiyalar, düzəlişlər. Yəni, haradasa səhvlər varsa, onlara bir balaca istiqamətlər, yollar göstərməklə düzəlişlərin aparılması. Demək, burada əsas diqqət şagirdin buraxdığı səhvlərə yönəlir. Yəni, bizdə əsas məqsəd nədir? O səhvlərin korreksiya olunması. Və burada şagirdə tutalım ki, nədəsə səhv edibsə,
həmin səhvlərlə bağlı, o səhvləri düzəldə biləcək məlumatlar, informasiyalar ötürülür. Məsələn, şagird mətni oxuyur və sözü düzgün tələffüz etmir. Müəllim sözün düzgün tələffüzünü səsləndirir və ya riyaziyyat dərsində şagird hər hansısa bir düsturu unutduğu üçün prosesi davam etdirə bilmir və müəllim şagirdə həmin düsturu təqdim edir. Lövhədə də göstərə bilər, kitabın səhifəsində qeyd edə bilər, fərqi yoxdur. Və yaxud da ola bilsin bir plakat lövhədə varsa onu göstərə bilər. Belə əks əlaqə əsasən elə hallarda daha əhəmiyyətli olur ki, bu məqamda hər hansısa bir faktoloji və prosedural biliklə bağlı anında düzəliş etmək daha səmərəlidir. Yox, get axtar, bir get fırlat, yadına düşsün, get bir tap, axtar, gör o düstur haradaydı, necə? Artıq bu prosesi ləngidəcək. Aydındırmı? Bu şagirdi geri atacaq, irəli deyil. Bu şagird bura qədər gəlib də bunu bacarır, indi hər bir şey ola bilsin, bir anlıq yadımızdan çıxa bilər. Biz ona hazır məsələni həll edib qarşısına qoymadıq ki. Biz onun qarşısına qoyduğumuz düstur oldu. Sonra bu nə oldu? Demək, korreksiya edici. Yəni düzəlişlərin aparılması, korreksiya etdik biz sadəcə. Yəni o cüzi qalan hissələri, parçaları birləşdirdik. Birləşdirməsinə daha doğrusu istiqamət verdik. Qalan hissəni özü görür. Təsviri əks əlaqə. Bu əks əlaqədə şagirdləri nə yerinə getirib yetirmədikləri təsvir olunur. Yəni müəllim şagirdin fəaliyyətindəki uğurlar və çatışmazlıqlar haqqında detallı şəkildə fikir bildirir, amma onu yenə də deyim, yaralamadan. Yəni destruktiv olmayacaq rəylər, hamısı konstruktiv olacaq. Burada bir növ yəni mənzərəni uşağın gözünün qabağında canlandırmasına xidmət edən bir yanaşma edir. Aydındırmı? Konstruktiv əks əlaqə nədir? Qurucu əks əlaqədir. Bu əks əlaqədə şagird tapşırıqda nəyi düzgün, nəyi yanlış yerinə yetirdiyini haqqında məlumat verilir. Həmçinin səhvləri necə düzəltməyin yolları göstərilir. Bax, get bu haqda düşün, bu hissəni bir də hesabla, burada filan düsturu qoymağa cəhd et, düzgün cavabı tapacaqsan. Səhvlərin təxminən burada və burada ola bilər. Konkret yerini demirəm. Bu konstruktivdir. Təsviri isə, bəzən təsviri ilə qarışdırırlar. Təsvir dediyim kimi, yəni elə bir fikir bildirirsiniz ki, uşağın gözünün qarşısında sanki bir vizuallaşır, mənzərə canlanır, yəni o səhvlərin mənzərəsi. Motivasiya edici nədir? Motivasiya edici adından zaten göründüyü kimi motivasiya edici əlaqə şagirdi həvəsləndirəcək. Birbaşa biz onu nə edəcək? Emosiyalarına, hisslərinə toxunacaq. Yaxşı mənada. Yəni narahat olma, burada heç bir problem yoxdur. Bu dəqiqə biz birgə baxarıq, səhvləri aşkar etməyə çalışarıq. Gəl bir də düşünək, görək səhvimiz haradadır və s. Bax, bu cür yanaşmalar artıq nədir? Motivasiya edici əks əlaqədir. Bəzən hətta yalandan da olsa özünüzdən nağıl da uydurmalı olsaq, məndə də o vaxtda belə bir hal baş vermişdi. Təxminən nə bilim 5-ci sinifdə oxuyurdum. Birdən-birə bildiyim elə yadımdan çıxmışdı ki, elə pis olmuşdum, utanmışdım. İndi fikirləşirəm ki, burada nə var ki, hamımızın yadımızdan çıxa bilər. İndi sən hər dəfə belə uşaqlar mənim qarşımda olan kimi mənim həmin o 5-ci sinifdə keçirdiyim o hal yadıma düşür. Və özümə gülürəm ki, yəni həqiqətən də burada çox belə qeyri-adi bir şey yoxdur. Hamımız hər şeyi unuda bilərik. Bu nə edir? Uşağı motivasiya edir bu cür yanaşmalar. Sonra əks əlaqənin məzmunu. Öyrənmə prosesi haqqında əks əlaqə. Demək, bu əks əlaqədə şagirdin öyrənmə prosesinə, yəni şagirdin öyrənmə strategiyası və metodlarına fokuslanır. Baxın, öyrənmə prosesinə şagirdin öyrənmə strategiya və metodları. Yəni, o şagirdin öyrənmə prosesi necə gedir? Hansı strategiya və metodlardan istifadə edir? Məqsədi şagirdin özünü problem həll etmə və öyrənmə prosesini yaxşılaşdırmasına nail olmaqdır. Proses haqqında verilən əks əlaqə konstruktiv, təsviri, motiv edici, korrekt edici ola bilər. Məzmun haqqında əks əlaqə. Demək, öyrənmədə nə idi? Öyrənmə prosesində. Proses demək, fəaliyyəti ilə bağlı, yəni hansı strategiyalardan, hansı üsullardan, metodlardan istifadə edir. Bu öyrənmə prosesi idi. Məzmun haqqında əks əlaqə adından görünür ki, burada artıq məzmuna yönəl olacaqdır. Yəni məzmun haqqında verilən əks əlaqə. Burada görürsünüz, burada da qeyd olunur. Fənnin məzmunu ilə bağlı o şagirdin təqdim etdiyi tapşırığın məzmununa yönəlir. Bayaqları burada deyirdik, tutalım ki, əks əlaqə quranda, bax, oğlum, sən burada filan üsuldan istifadə et. Filan metoddan istifadə et, doğru cavabı tapacaqsan. Burada isə məzmun haqqında əks əlaqə deyir, gəl bir də məsələni oxuyaq.
Bəlkə məsələdə hər hansısa bir demək, məzmunda nəyisə nəzərdən qaçmışıq. Bu məzmunla bağlı əks-əlaqə olacaq. Məzmuna qayıtdıq. Biri var, o uşağa strategiya və metodunu dəyişməyi təklif edirik. Biri də var, məzmunu təkrar oxumağı, məzmunu təkrar gözdən keçirir. Bu məzmunla bağlı əks-əlaqədir. Aydındır mı? Suallarda da düşəndə bu şəkildə rahat seçə bilərsiniz. Sonra məhsul, nəticə haqqında əks-əlaqə. Bu artıq verilən buradakı əks-əlaqə nəticəyə yönəl olacaqdır. Yəni, mənim şagirdin mənə göstərdiyi nəticə, tamlığı, keyfiyyəti, qoyulan meyar tələblərə uyğunluğu haqqında məlumat. Məsələn, tutal mən demişdim ki, sən bu nəticəni essay şəklində tamamlayacaqsan, verəcəksən və yaxud da səhnəcik və yaxud. Yəni, bu nəticəni hansı şəkildə tamamladı, necə təqdim etdi? Bu artıq o uşağın məhsulu olur, sonuncu nəticəsi olur. Və bunun haqqında rəyin verilməsi. Aydındırmı? Və nəticə dediyimizdə də summativ, yekunlaşdırıcıdan söhbət gedir. Sonra bayaq dediyim kimi, bunu artıq bu hissəni dedik. Əks-əlaqə həm şagirdlərin özü arasında, həm də müəllim-şagird arasında ola bilər. Yəni, sinif yoldaşları da bir-birindən fikir mübadiləsi apara bilər, bir-birindən söz soruşub cavablandıra bilər. Eyni zamanda şagird-müəllim, müəllim-şagird və dediyim kimi şagird-şagird arasında da əks-əlaqə qurula bilər. Əsas məsələ odur ki, verilən əks-əlaqə obyektiv olsun. Yəni, hər hansısa bir məqsədi güdməsin, doğru yönləndirsin uşağı və nəticədə o əks-əlaqənin nəticəsində uşaq səhvlərini görsün, aşkar etsin və doğru yönəlsin. Əks-əlaqə şagirdin yalnız akademik fəaliyyətinə deyil, onun davranışına, sosial bacarığına, ünsiyyətinə və sairəyə verilməlidir. Niyə? Çünki bu onun emosional, affektiv baxımdan güclənməsinə və o mərhələlərdə uğurla keçməsinə gətirib çıxaracaq. Yadınızdadırsa biz fəaliyyəti keçəndə qeyd etdik ki, idraki, emosional, affektiv və psixomotor fəaliyyət növü var. Düzdürmü? 3 növü vardı və bunların hər birisinin mərhələsi vardı. Ona görə də yalnız elə uşağın idraki məsələlərini inkişaf etdirmək, Benjamin Bloom'un da dediyi kimi bu doğru deyil. Uşağı məktəb olaraq həm emosional, affektiv, həm də psixomotor fəaliyyətində formalaşdırmaq lazımdır. Ona görə də yalnız elə dərs deyil də, yəni təkcə akademik fəaliyyəti deyil, onun digər sosial bacarıqları, afərin, sən yoldaşlarına qarşı çox diqqətçisən. Mən bayaqdan sinifdə baxıram, sual yarandıqda sən də çalışırsan ki, kiminsə sualını cavablandırasan, yoldaşlarına istiqamət verirsən. Mən sənin bu davranışını alqışlayıram. Bax, bu artıq sosial bacarığıdır, davranışıdır, sonra nə bilim, ünsiyyəti ilə bağlı, qruplarda onun ünsiyyət qurma bacarığı və s. Bunlar da uşağın emosional affektiv sahəsini gücləndirir. Davamlı müşahidənin aparılması. Formativdə onsuz da dərs boyunca bayaq da qeyd etdiyimiz kimi davamlı müşahidənin aparılması baş verir. Demək, formativ qiymətlənmədə müşahidənin səmərəli aparılması üçün bir neçə dənə açar məqam var. Bunlar hansılardır? Davamlı prosesin olması. Müşahidə formativ qiymətləndirmədə davamlı və arası kəsilməz prosesdir. Bayaq da qeyd etdiyim kimi gözümüzü dörd açırıq və davamlı olaraq şagird fəaliyyətini, sinifdə baş verən bütün prosesi nəzarətdə saxlayıb izləyirik, gərəkdikcə qeydlərimizi götürürük. Yəni, yalnız mən elə burada hər hansısa bir tapşırığı verim, sonra tapşırığın nəticəsinə doğru yönəlim, tək bu, yəni, əsas məsələ deyil. Formal və qeyri-formal olması. Demək, qeyri-formal müşahidə bütün dərs zamanı aparılır. Formal müşahidə isə daha strukturlu şəkildə aparılır. Məsələn, ümumiləşdirici dərslər, Viktorina və kiçik layihələr zamanı. Səmərəli əks-əlaqə üçün faydası. Müşahidə zamanı şagirdin fəaliyyəti haqqında informasiya toplanır. Bayaq qeyd etdiyim kimi, onsuz da zaten qeydlər götürəcəksiniz. Müşahidə zamanı toplanan informasiya şagirdə verilən əks-əlaqədə istifadə olunur. Çünki mən görürəm, qeydə alıram, harada ilişib qaldığım mənə artıq bəllidir, hansı hissələrdə çətinlik çəkir, onunla da bağlı geri dönüş edib əks-əlaqəni verəcəm. Şagirdin təlim ehtiyacları haqqında məlumatın toplanması. Təbii ki, mən bütöv dərs boyunca bütün şagirdləri izləyirəmsə, müşahidələrimi dayandırmıramsa, o zaman mən şagirdin hansı təlim ehtiyacının olduğunu tam olaraq müəyyən etmiş oluram. Məsəl üçün, tutalım ki, mən baxdım burada dərsdə suallar verən zaman, müzakirələr zaman baxıram ki,
bu uşağın sürünənlərlə bağlı mövzularda çox boşluğu var. Amma filan mövzunu misal üçün deyirəm, göbələklər mövzusunda çox aktiv fəaliyyət göstərdi, iştiraki gücü oldu. Özümdə düşünürəm, qeydlərimi aparıram. Demək, bu uşağın bu tərəfində boşluğu var və yaxud da digər hər hansısa bir təlimə ehtiyacı var. Sonra qeyri-verbal informasiyanın oxunması. Şagirdlərin bədən dili, mimika və digər qeyri-verbal siqnallar onların emosional vəziyyəti, mövzunu anlamaları haqqında məlumat verir. Bir də görsən, uşaq misal vermişsiniz, tapşırıq, başını sallayır, dəftərinə baxır, uf eləyir, nə bilim, əlini ovucunun içərisinə başını ovuşdurur. Bəzən olur özündən ixtiyarsız yumruğunu stola vurur, astaca da olsa, eləyir, eləyir, uf eləyir, nə bilim. Fərqli bir şeylər də düzdür, görürsünüz, hər birimiz görmüşük belə şagird auditoriyalarını. Artıq təxmini də olsa biz onların bu qeyri-verbal davranışlarından, yəni problemin olduğunu müəyyən edirik. Bu da onların emosional affektiv vəziyyətlərinin göstəricisidir. Bu şəkildə biruzə verir. O zaman müəllim bu haldan bir növ belə deyim də, o deyirləri arif işarədən anlar. Artıq bu işarələrdən anlamalıdır. Bax, bu sözlü deyil, düzdür, hərəkətlidir, qeyri-verbal. Biri var sözüyle deyir, ay müəllim, mən burada ilişdim, qaldım, kömək edeyim və s. Bu başqa, bu sözlüdür, verbaldır. Bir də var, qeyri-verbaldır. Baxırsan, qaşqabağını çatır. Sual verirsən, küsən kimi eləyir, üz-gözünü turşudur, üzünü sağa sola döndərir, tərs-tərs süzür, ya şagirdləri, ya müəllimi. Demək, burada hər hansısa bir problem var. Sinfin dinamikasının anlaşılması. Demək, müşahidə sinfin dinamikasının, şagirdlərin dərsdə nə qədər aktiv və ya pasiv olmasının, dərsə cəlb olunmasının, dərsə cəlb olunmanı da keçərcik biz yollarını. O cümlədən şagirdlərin bir-birlə və müəllimlə nə dərəcədə ünsiyyət qurduğunu müəyyənləşdirməyə xidmət edir. Bu da tədrisin səmərəli olmasında mühüm rol oynayır. Qeydiyyatın aparılması bu haqda qeyd etdik. Demək, müşahidələrin nəticələrini qeydə alırsınız, müəllimin formativ dəftərində, gündəliyində və yaxud da hər bir şagirdin fərdi əgər formativini yaradırsınızsa, o zaman vərəqlərdə demək, qeydlər aparılır və şagirdin portfoliyasına qoyulur. Zaman-zaman, yəni müəllim qaldırıb baxıb təhlillər də aparıla bilər. Həmçinin növbəti mərhələlərdə bundan öncəki bu mövzu ilə bağlı dərsdə lalənin nəticəsində baxım görün nələri qeyd etmişdim, yaxşı, bugün nələri qeyd etmişəm. Onların ikisini də bir-birlə tutuşdurduqda artıq lalənin o dinamikasını izləyə bilirsiniz. Özünü qiymətləndirməni dəstəkləmək üçün şagirdlərin özünü qiymətləndirməsini dəstəkləmək, onları özünü qiymətləndirmə haqqında düşünməyə sövq etmək, bununla da öz bilik və bacarıqlar haqqında məlumat toplamaq üçün yönətməyə xidmət edir. Həmçinin bu yanaşma həm şagirdlərdə tənqidi təfəkkürü formalaşdırır, həmçinin metakognitiv biliklərin formalaşmasına gətirib çıxarır. Çünki uşaq özünü təhlil etdikcə özünün zəif və güclü tərəflərini bilir. Biz də bilirik ki, şagird artıq özünün güclü və zəif tərəflərini dərk edirsə, istənilən bir mövzu fənlə bağlı, demək artıq o metakognitiv biliklərə qalxıbdır. Sonra formativ qiymətlənmə zamanı aşağıdakı vasitələrdən istifadə oluna bilər. Bayaq da bir neçəsinə qeyd etdik. Sual-cavab sinif müzakirələri, yoldaş qiymətləndirməsi, özünü qiymətləndirmə, sonra şagirdlərin sual verməsi və yaxud da yazması, hətta test tapşırıqları tərtibatında tapşıra bilərsiniz, 2-3 sualdan ibarət. Doğru yanlış fikirlər, BİBÖ, digər qrafiklər, qısa ümumiləşdirmə, düşün, paylaş, bölüş, şagird jurnalı, çıxış bileti, rubriklər, işıq-for, 3-2-1. Yəni bu üsullardan da artıq sizinlə demək olar ki, baxmışıq. Bunlardan bir neçəsi aşağıdakı sizə təqdim edirik. Gəlin burada biz dayanaq bu modellərdə. Çünki bununla da bağlı sual testlərdə çıxacaq qarşınıza. Sual-cavab nədir, nə bilim, işıq-for nədir? Bunlardan bəzisində biz baxmışıq. Üsullarda bəzisində isə formatın içərisində qeyd olunubdur. Ona görə də deyirəm, bəlkə burada dayanaq. İnformasiya ilə beyninizi çox yormayın. Dayanaq. Yaxşı, burada dayandıq. Demək və səhifəyə baxaq. Səhifə neçədə dayandıq? Səhifə 106. 106. 106-da sual cavab bu hissədə. Özünü
özünüz üçün qeyd edə bilərsiniz. Bura qədər dediklərimizlə bağlı kimisə sualı var? Bura qədər dediyimizlə bağlı sual olan var? Məndə yoxdur. Tamam. Hardasa bir dərsdən və ya 2 dərsdən sonra bizim ən maraqlı dərslərimiz başlayacaq. Pedaqoji nəzəriyyələr. Çox maraqlı dərslərdir. Nəzəriyyələr daha maraqlıdır. Qiymətləndirmə ilə üsullar çox yorur, çox yorur. Nəzəriyyəyə keçdiksə vəssalam. Elə bilin ki, kitabı su kimi bitirəcəyik. Oradan o yana elə rahat, elə axıcı gedir ki, yəni həddindən çox axıcı gedir. Bəzi mövzular var, adam oxuyanda. Bəli. Demək, bugünlük də bu qədər, yoldaşlar. İştirakınız üçün təşəkkür edirəm. Hər hansısa bir sualınız olarsa, yenə də buradayam, verə bilərsiniz. Yoxdursa, sizinlə bugünlük sağollaşaq. Sual var? Sağ olun. Oldu. Sağ olun. Gecəniz xeyrə qalsın. Sağ olun.